Uca Allah Furqan surəsi 63-cü ayədə buyurur ki: Estağfirullah və ibadurrahmanillezine yemşuna alel-ardı havnan və izə xadabahumul cahilun qalu salama. Rəhman olan, rəhimli olan Allahın əsl bəndələri o kəslərdir ki, cahillər onlara bir söz atdıkları zaman həmin o şəxslərə, o söz atan şəxslərə salam deyib keçərlər. Onları incitməzlər. Onlara salam deyib keçərlər. Rəhmanın, rəhimli olan Allahın əsl bəndələri o kəslərdir ki, cahillər onlara söz atdıkları zaman onlara incitməmək üçün salam deyib keçərlər. Başqa bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, həqiqi müsəlman əlindən və dilindən digər müsəlmanların əziyyət görmədiyi şəxsdir. Əsl müsəlman, əsl mömin əlindən və dilindən digər möminlərin, digər müsəlmanların zərər görmədiyi şəxsdir. Bir müsəlman digər müsəlman qardaşına əlindən və dilindən əziyyət vermirsə, həqiqi mömin, həqiqi müsəlman bax odur buyurur Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Yenə başqa bir hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, kimin üzərində din qardaşının bir haqqı varsa, yəni kiminlə hansısa bir din qardaşının haqqına giribsə, gedib onunla halallaşsın, onunla ödəşsin. Biabır olaram deməsin. Axirətdəki biabırçılıq, rüsvayçılıq bu dünyadakı rüsvayçılıqdan daha betərdir. Yəni, burada söhbət nədən gedir? Hədisi şərh edən İslam alimlərimiz bu hədisi bu şəkildə şərh edir, açıqlayır. Bir müsəlman kimisə vaxtı ilə haqqına girib, vaxtı ilə onun qeybətini edib, vaxtı ilə onun malını çalıb, misal üçün. Düşünür ki, gedib onunla halallaşsam, gedib ona bunu açsam desəm ki, vaxtı ilə mən sənin qeybətini etmişdim, vaxtı ilə mən sənin malını çalmışdım, halallıq ver, bihabır olaram, rüsvay olaram. Düşüncəsi ilə ola bilsin ki, bir müsəlman halallaşmaya bilər. Allah Rasulü sallallahu aleyhi və səlləm isə buyurur ki, bu məqsədlə, bu düşüncə ilə halallaşmaqdan çəkinməyin, qaçınmayın. Axirətdəki rüsvayçılıq, biabırçılıq, o dünyadakı rüsvayçılıqdan, biabırçılıqdan daha betərdir. Diqqət edin. Dinimiz İslam yalnız insan haqlarına deyil, heyvanın haqlarına belə diqqət edir. Dinimiz İslam hətta heyvanların döyüşdürülməsini belə qəbul etmir. Onu günah olaraq qəbul edir. Misal üçün, xoruz döyüşdürməyi bizim dinimiz İslam qəbul etmir. Onu günah olaraq qəbul edir. Doğru bir hərəkət saymır. Öküz döyüşdürməyi bizim dinimiz İslam qəbul etmir. Demək istədiyim nədir? Nəinki bizim dinimiz İslam insanların haqlarına riayət edir, insanların haqlarını qoruyur. Bizim dinimiz İslam heyvanların haqlarına belə riayət edən bir dindir. Xoruz döyüşdürmək icazəli deyil. Hər nə qədər onlar heyvan da olsa əziyyət vermiş olursan. Döyüşdürərək onların hər birinə əziyyət vermiş olursan. Öküz döyüşdürmək də həmçinin. Yenə bizim dinimizə görə, normalda belə deyim, dinimizə görə ov ovlamaq halaldır. İcazəli bir əməldir. Amma ehtiyacın varsa ovu bizim dinimiz İslam halal qəbul edir. Sırf əylənmək məqsədi ilə, ehtiyacın yoxdur, sırf əylənmək üçün ov ovlamağı bizim dinimiz qəbul etmir. Bunu günah olaraq bildirir bizə. Bu da bizim dinimizin heyvan haqlarına verdiyi önəmi, əhəmiyyəti göstərir. Bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ənsardan olan bir şəxsin bağına girir. Elə bağa girən kimi görür ki, bir dəvə inildiyərək Allah Rasulü sallallahu aleyhi və səlləmin üzərinə gəlir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dəvəni görən kimi onun boynundan sığallamağa başlayar və dəvənin iniltisi kəsir. Daha sonra bu dəvənin sahibi kimdir deyə soruşur. Ənsardan olan bir gənc mənəm, ey Allahın Rəsulü deyir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Allahdan qorxmursanmı? Dəvə az idi və səndən mənə şikayət edirdi deyir. Dəvənin haqlarına belə riayət etməyin nə qədər önəmli, savab olduğunu bildirir. Sahabələr hətta bir rəvayətdə buyurur ki, sahabələr Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, ey Allahın Rəsulü, heyvanlara qarşı edəcəyimiz yaxşılığa görə də bizə savab yazılırmı? Allah Rəsulü sallallahu aleyhi və səlləm bu cavabı verir. Ümumiyyətlə, bütün canlılara qarşı etdiyiniz yaxşılıqlara görə Allah-u Teala sizə savab yazır.